Salam, hər vaxtınız xeyir olsun. Sizi bilmirəm, ancaq mexaniki iş, enerji, bunlar mənim fizikada ən sevdiyim mövzulardandır. 20-ci suala baxaq. Şəkildə KM hissəsi sürtünməlidir. Haradır KM? Bura sürtünməlidir. Və sürtünmə qüvvəsi sabitdir. O nöqtəsindən 20 kökdə 3 metr böl saniyə sürətlə hərəkətə keçən bir cisim, başlanğıc sürəti var deməli, N nöqtəsinə qədər çıxıb, geri qaydanda L nöqtəsində dayanır. Buna görə N nöqtəsinin yerdən olan hündürlüyünü tapın. İlk başda cisim təzə bismillah eləyəndə görək nə qədər enerjisi var. Bir onu tapaq. Bu enerji cismin kinetik enerjisidir. Ona görə ki, yerdədir də potensial enerjisi yoxdur axı. Bunu hesabladıq. Deməli, baxın, KM hissəsi sürtünməlidirsə, bu cisim gedəndə də enerji itirəcək. Sonra qaydanda da bax, burada da bir enerji itirəcək. Gəlin bir o itirən enerjiləri tapaq. A bərabər olacaq F sürtünmə vur KM məsafəsi, yəni 2-dir. Qaydanda da ki, deyir ki, bax, burada L-də dayanır. Onda F sürtünməni bu dəfə vuracaq D-yə. Qaydanda da bu qədərini itirir. 1200-dən 2 F sürtünmə D hissəsini itirib, qalxacaq yuxarı MJX qədər və burada potensial enerjiyə malik olacaq. Qaydanda isə nə qədər enerji ilə buradan düşəcək aşağı? Potensial enerjisi olacaq 2JX. L nöqtəsində də gəlib dayanacağına görə orada nə kinetiki var, nə də potensialı. Və onda belə çıxır ki, bu enerjinin hamısı sürtünmə qüvvəsinin işinə sərf olunacaq. Yəni ki, buradakı enerji ilə gəlib burada dayanır. Və son sürəti 0 olur. Potensial da burada yoxdur. Onda bu hara getdi? Buradakı enerji hara getdi? Sürtünmə qüvvəsinin işinə getdi. İndi baxın, 2 dənə tənlik almışam. Gəlin burada F sürtünmə D-nin yerinə 2JX-i burada yazaq. 2 vurulsun, F sürtünmə vur D-nin yerinə 2JX yazıram. Bərabərdir 2JX. O da 2. 6JX bərabər 1200. J 10'dur. Yəni 20.